Başı çıxanlara ver bacı. Düzədəcəklər. Telefon yerlərini apar, telefon yerinə. Orada deyib şey eləyəcəklər. Salam Müsir 12 yıl, xoş gəldin. Salam Həsənova. Bəli, öz evimdəyəm. Hə, onda istəyət qoşum. Salam, axşamın xeyir olsun Nöbət xanım. Salam, xoş gəldin. Axşamınız xeyir olsun. Necəsən qızım? Sağ ol, yaşam üzrlüsə, elə bidim bəydi. Başa düşürəm, çox gözəl eləyirsən qızım, çox gözəl. Bir xanım olaraq sizi başa düşürəm. Cavan ailəsiz olmaz, düz deyirsən, çox gözəl deyirsən. Sənin yaşın uşaqda olsa, çox axıllı uşaqsan, çox axıllısan. Mən Zarun verilişində həmişə səni izləyirdim. İnan siz çıxandan sonra mən ona baxmıram. Allah hamd olsun ki, sən çox axıllı, çox nümunəvi bir uşaqsan. Çox sağ ol, Allah ömür versin sizə də. Nəydən əməliyyat olmuşdun gözəl qızım? Boğazımda neçə illərdir əziyyət çəkirdim artıq ətdən. İndi şükür Allah əməliyyat oldum. Sağ olsun Zahir müəllim. Çox təşəkkürlərimi bildirirəm, yenə də bildirirəm. Ölənəcə qədər bildirəcəm də. Mən xəyam doktora təhvil verdilər. Bayramdan sonra da əməliyyat oldum. Lap gözəl, şükür. Hələ evladınız yoxdur mu qızım? Yox, hələ fikirləşmirik o barədə. Yox qızım, elə şey demə, olsun, tez olsun, evlad lazım. Olar inşallah, Allah böyükdür, olar inşallah. Allah versin. Yoldaşın necədir qızım? Sağ ol, yaxşıdır ürəyim, yaxşıdır. Yaxşı olsun, Allah hər zaman mehriban eləsin, həmişə xoşbəxt eləsin. Sən çox axıllı qızsan, ailəyi möhkəm əlində saxlayacaq bir uşaq oldun, çox. Maşallah, Allaha and olsun ki, yəni ola bilər canlıda indi kimlərinsə səni izləsin, yəni ehtiyat da eləmirəm danışdığım sözdən. Ona görə ki, hər insan işidir ki, ailəsini əlində saxlasın. Sən ailəyi əlində saxladın. Gör, o yazıq qardaşın kimə nə eləyir, heç kimə heç nə eləmir, sakit bir uşaqdır. Amma bəxti talihi xanımlar tərəfdən gətirmədi. Nə bilim. Mən özüm ailə canlıyam. Hamı da görür, hamı da bilir. Hə, düzdür. Hə, yox. Sən ailəyi əlində möhkəm saxlamağı bacardın. Elə dediyim deyir ha, bütün ailələrdə olur, söz olur, söhbət olur, əsəbi olur. Amma yəni ki, sən incimə sözümdən, yəni anın sözünü tutsaydın qızım, incimə sözümə görə ha, hər kəs ki qulaq asır, eşidə də bilər. Sən ailəyə dedin, tutdun, yəni ananın sözünü eşitmiş olsaydın, sənin ailən dağlardı, iraq olsun, Allah eləməsin. Yoldaşınla möhkəm yapışdın, yoldaşı tutdun, hər zaman qızım, ailə ilə mehriban ol. Ailəyi möhkəm əlində saxla. Kimin nə deməyi insandır. Qaynanam da, qaynatam da, yoldaşım da, hamısı. Bilirəm. Çox gözəldir. Allah'ın olsun qızım, çox gözəl. Güzel gününüz olsun. Allah bilir. Özün də maşallah axıllı balasan. Yoldaşın da yaxşı uşaqdır. Özün də axıllı balasan. Hər yola insanı qadın çəkə bilər. İstər evdən ailəsini çirgindirə də bilər, əlində möhkəm saxlaya da bilər. Bir xanım olaraq, yəni hər birimizə aiddir ha. Yəni hər bir günahı bəylərin üstünə qoymaq olmaz. Xanımlarımızda da çox şeylər var. Düzdür. Çox maşallah axıllı balasan. Evi yıxan da qadındır, evi düzəldən də qadındır. Əlbəttə. Bütün evlərdə söz söhbət olur. Bir məsəl var, deyir, ev sözsüz, gör əzabsız olmaz. Hər evdə olur. Bir-biri başa düşüncən. Qaya olmaz. Hər məsəl, istər xanım olaraq, istər bəy olaraq, hər biri bir-birinə hörmətlə yanaşmağı daha gözəldir. Əgər ailəni fikirləşirsənsə, evini fikirləşirsənsə, insan nədir bəyən, papaq deyir ki, başdan başa qoyulaq. Kiminin talihi demirəm və mənim də ailəm dağılıb, ikinci ailəmdir. Amma
Yəni mənim ailəm evlad üstündə dağılıb, Allah heç kimə nəsib eləməsin. Ancaq qaldı ki, ailəni əlimizdə saxlamağı bacaraq bir xanım olaraq hər birimizə aiddir. Hər birimizə. Elə bütün günahları yığıb bəyin üstünə qoymaq olmaz. Qoymaq olmaz. Biz xanım olsuq, bəyi əlimizdə saxlamağı bacararıq. Bəyi də çox sıxmaq lazım deyil. Hə, ay sağ ol, hə, düzdür, gözəl sözdür. Bax, nə qədənə qızım, sən canlıya çıxmadın. Mən çox izləyirəm də, yoldaşım canlı açanda baxıram, bəyənirəm. Çıxmadın. Hə, nə olar ki? Lap gözəl, ailə deyir, olmaz, olmaz. Bu olar, olar. Mən icazə verəndən verənə açıram. Ay sağ ol, elə də lazım. Məsələn, yeni TikToku, mənə əsas ailəm lazımdır. Çox Xoşbəxtliyim lazımdır. TikTok durub da yerində. Mənə lazımdır TikTok, canlı lazımdır. Yox, Düzdür. mənə əsas ailə lazımdır, xoşbəxtliyim lazımdır. Elədir qızım, elədir. İcazə verəndən verənə açıram, yoxsa verməsə neyinirəm? Düzdür, düzdür. Düzdür, yoldaşım açır canlı. Görürəm, bilirəm. İcazə verəndən verən mən də açıram. İndi icazə verdi, zəng elədi, dedi hə açab. İcazə aldım, dedi aça bilərsən. Desə ki yox, mən onun sözü bir sözün ki eləmərəm. Necə də elədim. Elə də lazımdır, elə də lazımdır. O hörməti özün qazanırsan. O yox deyəcəksən, o elə deyəcəksən belə özü eləyəcəksən qızım. Bir bax başırsan, özü eləyəcəksən. Düzün, canlıya görə, nəsə görə mən ya aləmi dağıtmalıyam. Düzdür. Çox gözəl söz. Çox gözəl söz. Bax neçə dəfə məsələn mama elə danışırdı, eləyirdi. Yenə görürdüm ki, yox sən boş verirsən. Ona görə hər zamanda xoşbəxt olacaqsan qızım. Yenə də sənə xoşbəxtçilik arzulayıram. Allah sənə evlad nəsib eləsin. Çox sağ ol. Yoldaşım da axıllı baladır. İndi valideynlərini tanımıram. Elə Onlar bir da oğlun yaxşı, atası, anası da yaxşı olar. Hə. Allah canını saxlasın. Bax bir dənə də bir qız söz də sənə deyim. Qızım kimi ola bilər bu canlıda olan hər kəs mənə yaxşı da başa düşər, pis də başa düşər. İndi bəlkə də qızım yoxdur, ona görə Allah hər birimizin evladını qorusun. 2 oğul anasıyam. Allah saxlasın. Allah köməyin olsun. Allah sizə də nəsib eləsin gözəl qızım. Bir də çox qızların evin ana yıxır. İncimə mən bir söz deyəcəm. Niyə görə? Bax mən də anıyam ha. Ona görə ki, evdən nə oldu, qız anıya deməməlidir. Ay ana, mən bir gün mıy dedilər. Ay ana, mən bir gün oy dedilər. Ay ana, bir gün bunu bu olmadı. Hər şey qızım anıya demək olmaz. Mənim şəxsən bacımın, qızının evin bacım dağıtdı. Qız bitdən sirkiyəcən hər şeyi xəbər verirdi anasına. Ana da deyirdi, belələ. Hər şey demək olmaz. Vallahi qızım, elə günüm olub ki, Allah haqqı qızım, elə günüm olub ki, bax yoldaşım da yanımda da eşidir. Mənim pis günüm olub. Mənim bacım, mənim qardaşımın arvadı gələndə gülər üzlə qarşılarına çıxmışam ki, qoy bilməsinlər. Ailəm dağılanda nə olacaq qızım? Biri dağılıb, biri mi dağılsın? Yox. Ha? Özümə götürmə, ha Allah eləməsin. Yəni ki, niyə ki, Qurana and olsun ki, mənim məsələn baldızlarım razı olmub ki, məsələn ola bilər indi burada olarlar, olsunlar, yəni mən günah danışmıram. And olsun Allah, deyiblər özünkilər gələndə nəm yedizdirirsən. Elə vaxt olub qızım, mənimkilər gələndə mən bişmiş qazanın üstünü örtmüşəm. Ki, gəlib baldızlarım üstünə çıxar, görər ki, mən onlara nəsə qızdırıb qoymuşam. Amma gülər üzlə, elə vaxtım olub ki, məsələn, bacım işdən çıxıb bizə gəlib, Qurana and olsun. Deyib, bacı çayım var, baldızım bizdə olub. And ol Allaha, gedib şotçikdən qazı söndürmüşəm, demişəm qazlarımız yanmır. Yəni ki, baldızım gəlib görər, evimdə söz-söhbət törənər. İndi ki, hər şey yoluna düşüb, artıq hər şey düzəlib. Amma demişəm ki, yaranmasın da nəsə, razı deyirlər da. Deyirlər. Bir ailəm dağılıb demişəm, and ol Allaha bala, məni nə vəziyyətə salıblar. Yenə də evdən çıxanda balalarıma demişəm ki, daha öngilə gedirik, xalongilə gedirik. Bax, demə ki, mama, məsələn, ata əsəbləşmişdi, mamanı danladı, bibi mama ilə savaşdı, deməyin. Uşaqlarım deyib ki, niyə deyək? Demişəm, heç nə olmaz, dinməyin. Ki, yəni,
o çətinlik etaplar keçdi. İndi şükür Allaha, məsələn balalarım böyüyüb, hər şey öz qaydasında, hər şey öz yolunda. Müvəqqəti hər kəsin biraz çətinliyi olur. Ola bilər mənə pis başa düşən də var burada, yaxşı başa düşən də var. Yəni qızım, heç nəyə anva, bacva, qardaşva demə, sir gəlmə. Öz içində. Gör sən Allah gör necə nətərlər nümunəvi gəlin olacaqsan. Elə bilirsən, elə hasaddır bala. Gəlmək hasaddır, nə var gəlmək? Gəl otur. Gəlmək hasaddır. Başarıb baş çıxartmaq lazımdır qızım. Düzdür. Valla mənim də baldızım var. Mənim baldızım deyil o mənim. O mənim bacımdır. Aysa, O mənim ürəyim. hər evin öz mühüdü var. Hər evin öz mühüdü var. Başa dönərəm. Sabina, mən də gəlin gətirəcəm. 17-18 yaşında evladım var. Mən də gəlin gətirəcəm. Ay qaya ilə danışanda bunu belə elədin, onu elə elədin. Olmaz. Olmaz. Bir xanım olaraq, bir ana kimi sənə öcüd verirəm. Ola bilər canlıda olanlar mənə düzdə başa düşər, səhv də başa düşər. Səhv də başa düşənlər çox sağ olsun, yaxşı da başa düşənlər çox sağ olsun. Yaxşı yazanların da əli qolu var olsun, yazmayanların da. Sadəcə deyəcəyim odur ki, qızım, nə olur olsun, evindən çölə sir vermə. Yaxşı da olsa evin içində, bir ana kimi, xala kimi sənə deyirəm. Yaxşı da olsa evin içində batır, pis də olsa. Vallahi qızım, döyülmüşük, danlanmışıq, çıxıb gedib oturmuşuq ev padvalda, qayıdıb gəlmişik. Vallahi sabah qardaşın bacının evinə də gedəndə, bacı qardaş deyir ki, fərli olsaydın oturardın da. Düzdür. Mən onların hamısını keçmişəm. Bilirəm. Ona görədir, o dədənin evinə gəlmişik, o dədənin evini görmüşük. O qoltuqları görmüşük. Ona görə o arvadların bizim nənəmgil qabaq bir söz deyirdi, canlıda olan hər bir kəsən, ağsaqqallarımızdan, bəylərimizdən üzr istəyirəm. Deyirdi, əyrim-üyrüm yol yaxşı, əstağfurullah, ha. Məsələn, bəylərimizdən əstağfurullah. Məsələ etdi o vaxt, nə bilim, nənələrimiz deyirdi. Əyrim-üyrüm yol yaxşı, erməndə olsa, ər yaxşı, ailə yaxşı. Vallahi, bəylərimizi biz gülər üzlə qarşılayıb, gülər üzlə yola salsaq, onlar da bizə qarşı yaxşı olarlar. Düzdür. Sözün oldu, söhbətin oldu qızım. O səndən küssüz, sən onu dindir. Yox, məndə küsülü yox. Küsülü qala bilmirəm ki. Yox, əstağfurullah. Sənə görə demirəm, ümumi xanımlarımıza ben deyirəm. Biz dindirik. Belə biz şiniməyək, durmayaq ki, yəni şəxsən mən özüm dindirirəm. Mən o ilə dirəşim, neyniyim, yox, olmaz. Bir xanım olaraq, bir ana kimi, bir xala kimi, yenə də deyirəm, sənə öcüd verirəm. Evin siri, evin içində. Asla çölə sir çıxartma. Yox, mən də elə Yaxşı da olsa, pis də olsa, gözəl qızım. Öpürəm, bağrıma basıram. Allah sənə xeyirli evlad nəsib eləsin. Mənim ədəzil balam kimi sənə bala versin. İnşallah, gözəl anam, inşallah. Allah'ım da olsun. Deyirəm ki, hər kəsə arzulayıram ki, mənim mübarizim kimi qarşınıza bala çıxsın. Vay, dəhşət. Yerdə gəzmir qızım, göydə gəzir. Allah saxlasın, Allah qorusun. Allah köməyinizdə olsun. Allah canınıza can sağlığı versin. Çox sağ ol, gözəl anam, çox sağ ol. Allah bütün evlərdən körpə səsi gətirsin. Amin. Evlatlara nəsib eləsin. Nənə olsun, baba olsun, ata-ana olsun, valideyn olsun. Yaxşıdsa da, pisdirsə də Allah hər birimizə datdırsın. Biz evlad olub atamıza, anamıza nə eləmişik? Sadəcə lazımdır. Hep sözümdür. Öpürəm, bağrıma basıram, gözəl qızım. Xoşbəxt olasan. Çox sağ ol, gözəl anam. Allah köməyin olsun. Allah can sağlığı. Başı ağrıtdım, üzürlü hesab elə bir xala kimi, ana kimi. Yox. Xoşdur, ağrıtmadınız. Ağrıtmadınız, gözəl insan, ağrıtmadınız. Akşamı xeyir, bacı, nə tərsiz? Hər vaxtın xeyir, sağ ol, yaxşıyam, səni yaxşı ol. Yaxşı olasan, Allah səni xoşbəxt eləsin. Mən səni izləyirəm, həqiqətən.
Səni çox istəyirəm Xətrinə. Çox Sən sağ ol. yaxşı qızsan. Məni çox istəyənlər, mənim yoldaşım istəyənlər, Allah sizi istəsin. Yox, mən sənin yoldaşını istəmirəm, mən səni istəyirəm. Sənin Xətrini çox istəyirəm. Allah xoşbəxt eləsin. Çox sağ ol, çox Xoşbəxt sağ ol. olun. İnşallah. Yəni bir şey var, hələ yoxmu? Yəni belə deyilsəm özün başa düşərsən yəqin. İnşallah yox. olar. Başa düşdüm, amma yoxdur. İnşallah olar. Allah qismət eləyər. Həqiqətən də sənin xətrin əzizdir. Biz səni çox istəyirik, nə yaxşı ki varsan. Öpürəm səni. Çox sağ ol, izləyirik səni. sən ürəyim. Oldu. Mən səni takip atıram, qarşılıq verərsən. Oldu, Öptüm. başsın. Başın var olsun. Öpürəm səni. Sağ ol. Mən də öpürəm ürəyim, mən də öpürəm. Sağ ol. Sağ ol ürəyim, sağ ol. Salam dostlar, salam. Yeni gelenler hoş geldiniz. Ben yoldaşımla kalmışam. İstə yatanlar bəysiz, yoxsa xanımsız, dağlı balasız, atsız, nusu, aykanikdir. Səhifəsi. Salam, yaxşıyam, sən necəsiz? Siz necəsiz dostlar? Yeni gələnlər, xoş gəlmişsiniz. Acun, haradasan Acun? Gəncəyə salamlar olsun. Kim hardan izləyir yazsın dostlar. O Füzuliyə eşq olsun. Hər ayında qalırıq. Füzuliyə eşq olsun. Bütün böyüklərə salamlar olsun. Güzüstan. Salam olsun bütün böyüklərə. Göygöl. Yox. Saliyana salam olsun. Yaxşıyam, siz yaxşı olun dostlar. Çox sağ ol, Zahidim cənnət mələyim. Çox sağ ol. Yo, anam yanımda değil. Anam Bakıdadır. Şamaxıya salamlar olsun. Salam, yeni gelenler hoş gelmişsiniz. Hoş gelmişsin Əsgər anası. Çox sağ ol, ürəklər üzülə. Naxçıvana salam olsun. Salam, yeni gelenler hoş gelmişsiniz. Yo, Bakıda değil. İçimizdə dünən gəldi evimizə. Ne hal-hazırda rayondadır, dostları ilə. Salam, yaxşıyam, siz yaxşı olun. Çox sağ ol, qədim qəbələ. Hədəfi kim tapa bilər? Aslan nənəsi, çox sağ ol. Aslan ana qardaşımın adıdır. Çox sağ ol, hədiyyənizə görə təşəkkür. Ya deyirdim, icazə verdi, ona görə açdım. Çox sağ olun, hədiyyənizə görə təşəkkür. Çox sağ ol, mənasız həyat, şükür içində olasan. Yoxdur TikTok. Düzdür. Bakıda evin yoxdursa qalmaq çətindir, çətin.
Anam bu dəqiqə hal-hazırda ATV-dədir. Bir saatdan sonra baxın, saat 6'da veriliş başlayır. Yer var, orada kalır. Bak, hiç kimin adını yazmayayım burada dostlar. Yok, qaynanam Bakıdadır, müalicə alır. Öz adını yazırsan, getdin. Mən heç kimə icazə vermərəm ki, mənim ailəmi təhqir eləsin. Fərqi yoxdur, yoldaşım olsun, anam olsun. Çox sağ ol mənəsiz həyat. Çox sağ ol, Allah köməyiniz olsun. Salam, 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 salam. Yaxşıyam, yaxşı olasınız dostlar. Yeni gələnlər, xoş gəlmişsiniz. Yaxşıyam, yaxşıyam. Füzuliyə eşq olsun. Rabat yox, nabat. Yeni gələnlər, xoş gəlmişsiniz dostlar. Salam, salam. Xoş gəlmişsən, gözəl insan. PK oynamaq istəyirəm. Kim var, kim yox. Bakın, görüyorum. Salam, Mezo, salam. Xoş gəlmişsən. Yeni gələnlər. Həlaf yaxşı. Aycun, canlı asker oynayaq Aycun. Mən bu rəngi sevirəm. Sağ ol, sağ ol Ezo. Ezo bir də qəşəng hədiyyə atdı ha? Bacıya. Hə. Salam Aycun, salam. Azardasa canlı asker oynayaq da nə PK? 18 plus koy. Az 18 plus atsam bir də çaşaram nəsə deyərəm. Gedər spama. Sən at gəl. 18'i bağla gəl. Salam, salam bacı, salam, yaxşı. Bəli, ailəliyəm, bəli. Gözəl insan. Evliyəm, ailəliyəm. Yox, yoxdur. Rusiya həmişə gicdir. Allah and olsun. Xoş gəlmisiniz. Yeni gələnlər ekran tıklayaq. 18 plusu bağla gəl Acun. Açırlar yoxsa bağlayıb gəlirlər. Acun gəlirsən? Hə, gəl, gözləyirəm. İndi sənə bico eləyəcəm. Bico. 18 plusu bağla gəl. Bəli, rayondayım dostlar, rayondayım. Salam, salam, salam. Yeni gələnlər xoş gəlmisiniz.
Gülü neynəsən? Hardadır? Rayondadır, gələcək.